Bu necə misaldır ki, ustaların haqqında qoşublar. Usta gərək pulu fikirləşməsin, birinci işin fikirləşsin. Usta zaten iş görməyə gəlirdi, ora birinci işin fikirləş. Sən usta dediyi qiyməti normal keyfiyyətdə, keyfiyyət istəyirsən, gözəl istəyirsən, yaxşı olsun istəyirsən, keyfiyyətli gözəl material alırsan, amma ustaya gələndə deyirsən ki, bunu mənim üçün münasib eləyə bilərsən. Nə üçün? Niyə? Olmaz belə şeylər eləmək. Vallah olmaz belə şeylər eləmək. Bax, sonradan bunun 1000 qat əvəzi, 1000 qat çıxır səndən. Gəlir keyfiyyətsiz usta, ucuz qiymətə işləyir, işi bu da zay eləyir, materialı bu da zay eləyir, çıxır gedir. Həmin dəqiqə sənin ondan xəbərin olmur. Amma bir müddətdən sonra vurursan başıva, görürsən ki, sən demə, mən aldanmışam. Bu işlər sənin başıva gəlməsin deyibən, peşəkar işinə, sənətinə hörmət eləyən, dəyərli sənətkarlara müraciət elə. I will be a multiple billionaire, yes, very soon, and I will wipe others people's tears. Yes, don't calculate my age, because there is a wonders in. ਸਾਡੇ ਨਾਲ ਗੇਮਾਂ ਤੇਰਾ ਟਾਈਮ ਹੈ ਖਰਾਬ ਕਾਕਾ ਤੂੰ ਮੁਕਾਬਲੇ ਦੇ ਰੱਖਦਾ ਏ ਖਾਬ ਸਾਡੇ ਨਾਲ ਪੰਗੇ ਤੈਨੂੰ ਮਹਿੰਗੇ ਪਾਉਣੇ ਆ ਲੱਗਦਾ ਏ ਸ਼ਹਿਰ ਵਿੱਚ ਨਵਾਂ ਐ ਸੋਹਣਿਆ ਲੱਗਦਾ ਏ ਸ਼ਹਿਰ ਵਿੱਚ ਨਵਾਂ ਐ ਸੋਹਣਿਆ ਲੱਗਦਾ ਏ ਸ਼ਹਿਰ ਵਿੱਚ ਨਵਾਂ ਐ